istəyirəm bir balaca o barədə danışım. Biz necə tanış olmuşuq ümumiyyətlə Vaqif Əsədovla. Bəli, 80-cı il 1980-cı il belə oldu ki, mən Humayun ansamblına, Allah rəhmət eləsin, Əli Baba Məmmədovun ansamblına deməli, məni dəvət elədilər. Vaqif, baxmayaraq ki, yaşca böyük çox fərqimiz var, 17 yaş məndən böyüdü, amma qəlbən o qədər saflı ki, uşaq qəlbi bir insandır. Yəni, o vaxtdan həmişə bizim qayğımızı çəkirdi, o ansamblda gənc uşaqlar var idi. Onlara ürəkdirə verirdi, ruh verirdi. Deyirdi ki, bunları qorumaq lazımdır. Bunlar bizim gələcəyimizdir. Başqaları qısqanırdılar. Onun həmyaşıdları deyirlər ki, sən bunlara çox üzü vermə. O vaxtdan şükür Allaha ki, biz bir yerdəyik və həmişə bizim tanışlığımızdan başlayaraq bugünə qədər həmişə mənəvi qida verib həmişə mənə Vaqif. Yəni, sənətdə mən hər şeyi, çox şeyi ondan öyrənmişəm. Var olsun Vaqif Əsədov. Biz o vaxtı bütün rayonlara, konsertlərə gedirdik, avtobusla. Cürbəcür ucqar kəndlərə gedirdik. Uşaqlarda indi o vaxtdan qalan indi dostlardılar da bunlar. Həmişə bir yerdirlər, heç vaxt ayrılmırlar. İlhamdır, Şüzayət idi, məsələn, Caviddir, Eyyubdur, bunlar hamısı bir yerdə oldular. Elə bil ki, İlham sağ dizim üstündə yatırdı avtobusda. Bu sol dizim üstündə yatırdı. Yolda gedirdi, uzaq yolda, uşaqlar da yatırlar. Yəni ki, o qədər bizim bir-birimizə məhəbbətimiz olub ki, belə təmənnasız məhəbbətdir də. Bunlardan mənim nə olacağımdır, heç bir şey. Amma o düz deyir, yaşlılar biraz qısqanırdılar ki, sən bunları çağırırsan başımıza. Amma bunlar istedaddılar. Mən hiss etdim bunların istedadını. Ona görə də bunlara toxunmur. Allah bunlara can sağlığı versin. Bu günlərdə biri bəstəkardır. İlham buradadır. İlham da buradadır. Allah canlarını sağ eləsin. Dostluqların həmişə belə möhkəm olsun. Çünki həmişə də bir yerdədirlər. Birdən görəsin ki, heç mənim yadıma gəlmir ki, hansı həftəsə biz görüşməyik. Mümkün deyil. Yəni, bir-birinə mənəvi ehtiyacları var. Yanımda mı? Geliş yanımda mı?